Amerika Birləşmiş Ştatlarında federal hökumət fəaliyyətini dayandırıb. Bunun səbəbi Konqresin yeni maliyyə ili üçün büdcəni qəbul edə bilməməsidir. Bu dövrdə dövlət qurumları pul xərcləyə bilməz və əksər dövlət işçiləri maaş almadan məzuniyyətə göndərilir. Yalnız kritik sahələrdə işləyənlər, həkimlər, sərhədçilər, hərbiçilər, nəqliyyat işçiləri maaş almadan işlərinə davam edəcəklər. Bu, son 7 ildə baş verən ilk tam shutdowndur. Əvvəllər hökumətin işi qismən dayandırılırdı, çünki Konqres müvəqqəti büdcə qəbul edərək danışıqları uzadırdı. İndi isə kompromis əldə olunmadığı üçün hökumət tam şəkildə dayandırılıb. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları hökumətinin işinin dayandırması fonunda qızılın qiyməti tarixdə ilk dəfə $3.900 ötüb. Bu arada Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi shutdown səbəbindən bəyanat yayıb. Bildirilib ki, maliyyələşmə dayandırıldığı üçün Facebook və digər sosial media hesablarında yenilənmələr yalnız hökumət tam işləməyə başladıqdan sonra davam edəcək. İstisna yalnız təxirə salınmaz hallar və təhlükəsizliklə bağlı məlumatlara aiddir. Bəyanatda qeyd olunur ki, Amerika Birləşmiş Ştatları və xaricdəki səfirliklərdə pasport və viza xidmətləri maliyyələşmə dayandırılsa da imkan daxilində davam etdiriləcək. Ən son məlumatlar üçün travel.state.gov saytına baxmaq tövsiyə olunur.